Salam, hər vaxtınız xeyir olsun. Tənliklər sisteminin izahına baxırsınız. Diqqətlə əyləşin və dinləyin. Deməli, tənliklər sistemi iki dəyişənli xətti tənliklər sistemidir, hansı ki A1x plus B1y bərabərdir C1, A2x plus B2y bərabərdir C2. Xətti tənliklər sistemində A1, B1 və A2, B2 əmsallardır. C1, C2 isə sərbəsəddir. Deməli, birinci, əgər bizə deyirsə A hər hansı bir parametrin, yəni A əmsalının və ya B-nin hansı qiymətində tənliyin sonsuz sayda həlli var. Sonsuz sayda həlli var dedikdə, bax, aşağıdan xətt çəkirik. Əgər sonsuz sayda həlli var, həlli yox, yeganə həlli var söhbəti gedirsə, mütləq sistemi, tənliklər sistemini kəsrə çeviririk. Yəni aşağıdan xətt çəkib nisbətini tapırıq. X-lar gedir, qalır A1 bölünsün A2 bərabərdir. Y-lar getdi, ixtisar aparıram. B1 bölünsün B2 bərabərdir. C1 bölünsün C2. 3 nisbətin 3-ün də bərabərliyi doğrudursa, o zaman sonsuz sayda həlli var. Yeganə həlli var deyəndə ikinci. Yenə eyni nisbəti tapırıq. O zaman A1 bölünsün A2 bərabər deyil. B1 bölünsün B2 tapıb çarpar şəkildə həll edib tapırıq, yəni qiymətini. Deməli, fərqlidir işarəsi olduqda yeganə həlli var deyirik. Bir də deyirəm, deməli, sonsuz sayda həlli varsa aşağısına xəttimizi çəkib x-ları ixtisar aparırıq A1 böl A2, y-ları ixtisar aparırıq B1 böl B2 bərabərdir C1 böl C2. 3 nisbət eynidirsə, deməli, sonsuz sayda həlli var. Yenə həlli yoxdur, yeganə həlli var deyəndə eyni üslubda gedir. Yeganə həlli var deyəndə yenə altdan xəttimizi çəkirik. X-ları ixtisar aparırıq. A1 bölünsün A2 fərqlidir. B1 bölünsün B2 olur. Yeganə həlli var. Deməli, bərabər deyil həmin qiymətə. Üçüncü, yeganə həllin dedik. Sonsuz sayda həlli var dedik. Həlli yoxdur. Üçüncü qayda. Yenə eyni qayda ilə altdan xəttimizi çəkirik. A1 bölünsün A2 bərabərdir. B1 böl B2 eyni nisbətdir. Amma üçüncü fərqli bir nisbət alırıqsa, deməli bu tənlik doğru deyil. Bax, misal çəkirəm. Məsələn, verilib bizə 3x plus 2y bərabərdir 5, 3x plus 2y bərabərdir 6. Doğrudan da 3-3-ə nisbətlərini tapırıq. 3-3-ə bölürəm 1. Y-lar gedir, 2-ni 2-ə bölürəm 1, deməli bərabərdir. Amma 5-i 6-ya böləndə 6-da 5 qalır. Yəni, eyni nisbətlərin 3-cü ilə eyni olmaması artıq buna deyirik, həlli yoxdur, boş çoxluq. Sistem tənliyin həlli yoxdur. Doğrudan da belə də fikirləşsək, məntiqi yolla fikir verirsiniz. X əgər 1 tapıb, Y-ı da 1 tapsam, deməli, X-in yerinə 1 qoyanda alınır 3 üstə gəl, Y-ın yerinə 1 qoyanda 2 bərabərdir 5. Bu doğrudur. Aşağıda da x ilə y-ə 1 tapmışam. 3-ün üstə 2 gəlib 6 ala bilərik qiymətcə. Xeyr, deməli, həlli yoxdur bu tənliklər sisteminin. Deməli, qrafik üsulu həll etmə nədir? Seçib yoxlama üsuludur. Məsələn, verib x plus y bərabərdir 5, x çıxılsın 2 bərabərdir 3. Seçib yoxlama, yəni x-ə y-ə ədədlər verərək. Məsələn, x-ımız 3'dür, y-ımız 2'dir. Toplayanda neçə eləyir? Toplayanda 5 eləyibdir. 3-lə 2 toplayıram 5. Məsələn, x-in yerinə 3 qoyuram, y-ın yerinə 2. Çıxanda da 1 eləyir. Deməli, tapdım x-ımız 3'dür, y-ımız 2'dir. Bu qrafik üsuludur. Yəni, ədəd qoyaraq tapdığımız üsul. Bundan lazım deyil, çünki buraxılış imtahanlarında və bizə, belə deyim, gələcəkdə imtahan verəcəyimiz imtahanlarda monitoringdir, BSG, KSG-dir. Təbii ki, onlarda lazım olan ya toplama, ya əvəz etmədir. Belə bir misalın izahına baxaq. Deməli, burada birinci misala baxaq. Deməli, burada toplama üsuluna istifadə edəcəm. Fikir verin. Biri digərinin əksi əmsallara nəzər yetiririk. Görürsünüz, müsbət y, mənfi y verib. Y-lar gedir. Toplama üsulu bu deməkdir. Alt-alta toplama. Toplayarkən əks ədədlərin cəmi neçədir? 0. Bax, mənfi y ilə müsbət y-ın cəmi 0-dır. X ilə 2x-in cəmi 3x bərabərdir. 4 ilə də 8-i toplayıram, eləyir 12. X də bərabərdir. 12-ni 3-ə bölürəm, eləyir 4. X-in yerinə gətirib 4 qoyacam. 4-dən neçəni çıxanda 4 eləyir? 0. Deməli, y-ı da tapdım.
Doğrudan da x'in yerine 4 qoyanda fikir verin. 4-dən neçəni çıxdıq ki 4 eləsin. Təbii ki 0 çıxanda elə fikirləşirik. Y deməli 0. Tapdım y bərabərdir 0. Sonra məsələn 3-cü misala baxaq. 3-cü misalda yenə toplama üsulundan istifadə edəcəyik. Təbii ki, tərəf-tərəfə toplayanda fikir verin. Y-lar gedir. 4x-lə 3x-i toplayıram. 7x bərabərdir. 13 ilə 15-i toplayıram. 28. X də bərabərdir. 28-i 7-yə bölürəm 4. X-in yerinə gətirib 4 yazacağıq. 4-ü tapdım. Deməli, x-imiz 4-dür. 4-ü 4-ə vururam. 16 çıx y bərabərdir 13. Fikirləşirik y bərabərdir. 16-dan neçəni çıxanda 13 eləyir 3. Deməli, x-i tapdım 4. Y-imiz də 3-dür. Bizdən nəyi istəyir? Baxaq görək. Fərqini. Deməli, x-i 4, y-i 3 tapmışam. 4-dən 3-ün çıxanda neçə eləyir? Deməli, 4-dən də çıxıram. 3-ünü eləyəcək 1. Sonra y variantı da burada da. Burada 11-ci misalda əvəz etmə üsuludur. Fikir verin, bizə veribdir. Deməli, x plus y 8-dir. Yuxarıda da görürük, zaten x plus y-i verib də bizə 8. Gətirib yerinə qoyacağım, bax, 8-i. Olacaq, x, y plus 8 bərabərdir 6. X, y bərabərdir 6 çıx 8. O da bərabərdir -2-yə. Cavab B. Məndən x, y hasilini istəyir. 12-ci sualda yenə fikir verirsiniz. X çıx y-imizi verib bizə 4. Yuxarıda x çıx y-in yerinə 4 yazacağım. 4 plus x, y bərabərdir 8. X, y bərabərdir 8-dən 4-ünü çıxıram 4. Sonra 20-ci suala baxaq. 0.1x, 0.8y, 0.1. Deməli, mən bu vergülləri, belə deyim, azad eləməliyəm. Yəni, onluq kəsiri natural ədədlərə çevirməliyəm. Mən demişdim ki, vergüldən sağda eyni say qədər, yəni ədədə baxırıq, bir dənə ədəd var. Ona görə də 10-a, 100-ə, 1000-ə vurmalıyam ki, vergül yox olsun. Deməli, mən hər tərəfi 10-a vuraram. 0.1-i 10-a vururam 1x plus 0.8-i 10-a vururam 8y, 0.1-i 10-a vurdum, elədi 1. Digərini olduğu kimi köçürdürəm, 4y bərabərdir 5. Deməli, burada x plus 8y bərabərdir 1 almışıq. Dəqiqə. Deməli, x plus 4y bərabərdir 5 aldıq. Deməli, oldu orada. X plus 8y bərabərdir 1. X plus 4y bərabərdir 5. Bu misalı həll edək. Deməli, toplama üsulundan da əvəz etməklə də yaza bilərik. Bax, məsələn, aşağı ikinci tənlikdə x-i tapa bilərik əvəz etməklə. Toplanan cəm x bərabərdir 5 çıx 4y. Gətirib x-in yerinə 5 çıx 4y qoyacağım. Yazaq 5 çıx 4y plus 8y bərabərdir 1. 5 plus 4y bərabərdir 1. 4y bərabərdir 1-dən 5-in çıxıram -4. Y bərabərdir -1. Gətirib y-in yerinə -1 qoyanda 5 -4-ü -1-ə vuranda eləyəcək -4. 5-in üstə 4 gəlirəm, eləyəcək x bərabərdir 9. Deməli, tənlik 9 -1-ə bərabərdir. Tənliyin həlli. Digər tərəfdən x plus 8y bərabərdir 1, x plus 4y bərabərdir 5. Burada toplama üsulundan da necə yaza bilərik? Məsələn, müsbət 8-in əksi nədir? -8. Deməli, aşağının hər tərəfini -2-yə vuracağım. -2x. -2-ni müsbət 4-ə vururam. -8y. -2-ni müsbət 5-ə vuranda -10. Yuxarıdakını olduğu kimi yazacağım aşağıdan. Və sistem tənliyi həll edirik. 8x ilə müsbət 8x-i toplayanda əks ədəddən cəmi 0-dır. -2x-in üstə x gələndə -1x bərabərdir. -10-un üstə 1 gələndə -9. X də bərabərdir müsbət 9. Gətir yerinə qoy. 9 plus 8y bərabərdir 1. 8y bərabərdir. 1-dən 9-un çıxanda -8. Y də bərabərdir -1. Deməli, y oldu
mənfi 1, x-imiz də 9. Yenə 9 ilə mənfi 1-dir həllər. Tənliklər sistemində mütləq əmsallar biri digərinin əksi olmalıdır. Misal üçün verib və biz baxıb, məsəl üçün birini yazırıq. Yenə 5x çıxılsın y bərabərdir 9. X plus 2y bərabərdir 4. Və bizə deyir ki, tənliklər sistemindən x bölü y nisbətini tap. Deməli, mən həm x, həm y tapıb yerinə qoyub həll eləməliyəm. Burada baxırıq, nə edə bilərik? Müsbət 5x-in əksi nədir? Mənfi 5. Ki, toplayanda getsin də 0 olsun, belə deyim. Əks ədədlərin cəmi 0-dır. Deməli, mən aşağını tənliklər sistemində mənfi 5-ə vuracam. Bax, bütün ədədlərini. Mənfi 5x. Mənfi 5-i 2-yə vuranda mənfi 10y. Mənfi 5-i 4-ə vuranda mənfi 20. Yuxarıdakını aşağıdan yazıram. 5x çıx y bərabərdir 9 sistem tənliyində. 5x ilə müsbət 5x gedir. 2 dənə mənfi ədədi toplayanda mənfi 11y bərabərdir. Mənfi 20 üstə 9 gələndə mənfi 11 eləyir. Deməli, y bərabərdir 1-dir. Gətir y-in yerinə 1 qoy. 5x çıx 1 bərabərdir 9. 5x bərabərdir 9 üstə 1 gəlirəm 10. X də bərabərdir 2. X-imiz 2, y-ı da 1 tapmışam. 2-ni 1-ə böləndə neçə eləyir? Cavab 2. Deməli, 2 böl 1 bərabərdir 2. Cavabı aldım. Sonra bir də burada belə bir misalımız da var idi. X plus y bərabərdir 5. 2x kvadratı plus 2xy plus y kvadrat bərabərdir 40. Deməli, nəyə diqqət yetiririk? Baxan kimi görürük ki, ikinci tərəf, belə deyim, 2 dəyişənli xətti tənliklərdə 2 dənə tənlikdir. İkinci tərəfi də kvadratlardır, amma yuxarıda kvadratsız. Deməli, buna uyğunlaşdırmaq üçün kvadrata yüksəldəcəm. X kvadrat plus hasilinin 2 misli üstəgəl ikincinin kvadratı bərabərdir 25. Aşağıdakını olduğu kimi köçürdəcəm. Sistem tənliyi həll eləyək. Bax, görürsünüz, burada yuxarını mənfi 1-ə vura bilərəm. Çünki burada müsbət 2x y-dir. Bu mənfi 2x y olsa gedəcəklər y-lar da həmçinin. Deməli, mən yuxarının hər tərəfini mənfi 1-ə vuracam. Mənfi x kvadratı, mənfi 2x y, mənfi y kvadrat bərabərdir mənfi 25. 2x kvadratı üstəgəl 2x y plus y kvadrat bərabərdir 40. Və toplama üsulundan istifadə edəcəm. Tərəf-tərəfə toplayanda müsbət 2x kvadratın üstə mənfi x kvadratı gələndə x kvadratı. 2x ilə müsbət 2x gedir. Mənfi y kvadratı ilə y kvadratı gedir. 40-dan da mənfi 25 toplayanda eləyir 16. X da oldu müsbət mənfi 4. X-i tapdıqmı y-i da tapa bilərik. Kvadrata yüksəltməmişdən qabaq. Deməli, burada 5 idi. Gətirib qoyaq yerinə. Müsbət 4 qoyanda bu müsbət 1 olur. Deməli, birinci 54, 1. Mənfi 4 qoyanda müsbət 9 olur ki, 9-dan 4-ün çıxanda 5 alaq. Deməli, mənfi 4, 9 olur. Bu da ikinci həlli. 2 həllidir. Sonra belə bir misalımız da var. 2ax plus 18y 18y bərabərdir 8. 8x plus 2ay bərabərdir 4. Tənliklər sisteminin a-nın hansı qiymətində həlli yoxdur. Demişdim ki, həlli var, həlli yox, yeganə həlli var. İstəyirsə, altdan xəttimizi çəkirik. X-a bölürəm. 2a bölünsün 8 bərabərdir. Y-lar gedir. 18 bölünsün 2a. Onu da çarpaz vuracağım. 2a-nı 2a-ya vuranda 4a kvadratı bərabərdir. 8-i 18-ə vuranda 144 eləyir. A kvadrat bərabərdir 144-ü 4-ə bölürəm 36. A da bərabərdir müsbət mənfi 6. İndi mənfi 6 niyə qoya bilmirəm? Çünki deməli bizə deyir ki, həlli yoxdur. Həlli yoxdursa nisbətlər eyni olmalıdır. Ona görə mənfi 6, burada mənfi 6 gətirib qoysam, bu da mənfi olmalıdır. Ona görə də müsbət 6 seçirik. Cavab 6. Sonra verib belə bir misal. 2x çıx 2ny bərabərdir 6.
4x plus 10 y bərabərdir 12. Yenə deyir ki, sonsuz sayda həlli var. Düzdür, 3'ü də bir-birinə bərabərdir. Zaten biz həll yolunda ikisi lazımdır bizə. Yenə də yazaq. X-lar ixtisar gedir. 2 bölü 4 bərabərdir. Y-ları aparıram. Mənfi 2'nin qarşısına da baxaq. Bölü 10 bərabərdir 6 bölü 12. Amma bizə bu yox. Bu hissə lazımdır ki, çarpas əldə eləyək. Mənfi 8'in bərabərdir 20. N də bərabərdir 20 bölünsün. Mənfi 8. O da mənfi 2 onda 5 eləyir. Cavab mənfi 2,5.